Salam dəyərli izləyicilər, əziz tələbələr, şagirdlər, riyaziyyat sevərlər. Belə bir tənliyə baxırıq. 2 vuraq x kvadrat üstə gəl 2 bərabərdir 5 vuraq kök altında x kub üstə gəl 1. Bu tənliyi hansı maraqlı üsulla həll eləmək olar? Əvvəlcə deyim ki, hər iki tərəfi kvadrata yüksəlsək, tənliyi irrasional tənliyi olduğundan kvadrata yüksəlsək 4 dərəcəli tənliyi alarıq. Və 4 dərəcəli tənliyin də irrasional kökü olanda onu araşdırılmaq o qədər də asan məsələ deyil. Və burada biz bunun başqa bir üsul, səmərəli üsulla həll eləməliyik. Elə bir üsul varmı və necə? Baxırıq tənliyə. Tənliyin sağ tərəfində kök altı və o ifadəni mən belə yaza bilərəm. Əvvəlcə tənliyin özünü yazıram. 2x kvadrat üstə gəl 2 bərabərdir 5 vuraq kök altında x kub üstə gəl 1. Tənliyin sağ tərəfi 5 kök altda x kub üstə gəl 1 bərabərdir. Bunu yaza bilərik 5 vuraq x kub üstə gəl 1-i a kub üstə gəl b kub düsturla açıram. Olacaq x üstə gəl 1 vuraq x kvadrat çıxaq x üstə gəl 1. Və sağ tərəfi bu şəkildə yaza bilərik. Sol tərəfi də bu kökün altındakı ifadə şəklində yazmaq olarmı? Baxaq, bunu yazıram 2x kvadrat üstə gəl 2 bərabərdir. 2 vuraq x üstə gəl 1. Üstə gəl 2 vuraq x kvadrat çıxaq x üstə gəl 1. Açım sizə daha tam aydın görünsün. 2x üstə gəl 2. 2x kvadrat çıxaq 2x üstə gəl 2. 2x müsbət mənfi bərabər oldu 2x kvadrat üstə gəl 4. Buradan da 2-ni mötərizə xaricinə çıxardanda x2 vuraq x kvadrat üstə gəl 2. Oldu. Deməli, çox maraqlı bir hal aldıq. Oldu, bunları verilən tənlikdə nəzərə alsaq, yəni bu ekvivalentdir yazmaq olar tənliyimiz, ekvivalentdir. Yazırıq o ifadələri 2 vuraq x üstə gəl 1 sol tərəfdə yerinə, üstə gəl 2 x kvadrat çıxaq x üstə gəl 1. Sağ tərəfdə də öz qiymətini yazırıq kök altında. X üstə gəl 1, x kvadrat çıxaq x üstə gəl 1. Və burada artıq biz görürük ki, tənliyin və sol və sağ tərəfləri x üstə gəl 1 ilə x kvadrat çıxaq x üstə gəl 1-ilə əlaqəlidir. Yeni dəyişən qəbul eləmək olar sadəlik üçün. Burada kök altda x üstə gəl 1-ə deyək u. Kök altında x kvadrat çıxaq x üstə gəl 1-ə deyək v. Ona görə ki, bax bu müsbətdir. X üstə gəl 1-də, x üstə gəl 1-də, bax bu ifadə. Bunun müsbət olmağından çıxır ki, müsbətdir və sol tərəfdən müsbətdir, görürsünüz, kvadratdır, cəmdir ki, müsbət olduğuna görə sol tərəf və kökün altı biz belə bir əvəzləmə apara bilərik. Buradan nə çıxır? Buradan alırıq x üstə gəl 1 bərabərdir u kvadratına. Buradan da alırıq x kvadrat çıxaq x üstə gəl 1 bərabərdir v kvadratına. Və bunları verilən tənlikdə nəzərə alaq. Verilən, bax burada nəzərə alaq. Onda nə olur? 2 u kvadrat, diqqətlə baxın, x üstə gəl 1-in yerinə u kvadrat. Bu ifadə də 2v kvadrat bərabərdir 5 vuraq kök
kök altı x üstə gəl 1-i u ilə əvəz elədiyimiz 5uv alırıq. Bu da u-ya və v-yə görə bir cins tənlikdir. Nə mənada? Baxın, görün necə yazıram. Bu olacaq 2u kvadrat çıxaq 5uv üstə gəl 2v kvadrat bərabərdir 0-a. U-ya nəzərəndə kvadrat tənlik kimi həll etmək olar. V-yə nəzərəndə bir cins tənlikdir. Götürüb u-ya nəzərən həll eləsəm, onu v-dən asılı tapa bilərəm. V-yə nəzərən həll eləsəm, v-ni u-ya nəzərən. U-ya nəzərən gəlin həll eləyək. Buradan çıxır ki, u1, 2 bərabərdir. 2a, 2 vuraq 4-də 5v üstə gəl çıx 25v-nin kvadratı 4 vuraq ki 8, 16v kvadrat bərabərdir. Və buradan tapırıq ki, bu olacaq 5v üstə gəl çıx 9v kvadratından 3v alırıq, bölək 4. Və nəhayət tapdım ki, buradan aldım. U1 bərabərdir. U1 bərabərdir. 5v üstə gəl 3v. 8v bölək 4-də 2v-yə. U2 bərabərdir. 5v çıxaq 3v. 2v 4-ə böləndə v bölək 2. Və biz bunları artıq nəzərə alıb yaza bilərik. Nəzərə alıb yaza bilərik. Deməli, onda olacaq. Tənlikdə də yerinə yazsanız, alırsınız nə? 2, x üstə gəl 1. Bax, biz ona əvəz eləmişik u ilə. Deməli, tapdıq yerində belə bir tənlik aldıq. İndi sadəcə olaraq bunları əvəzləmədə yerinə yazırıq. Olacaq bir dəfənin qiymətləri nəzərə. U1 bərabərdir 2v-yə. Deməli, kök altında x üstə gəl 1 bərabərdir. U 2v-yə bərabərdir. V də, bax 2v. V də budur. Olacaq 2 vuraq kök altı x kvadrat çıxaq x üstə gəl 1. Bir dəfə də olacaq. Kök altda x üstə gəl 1 bərabərdir. V bölək 2. Yəni V də budur 2-də 1. Kök altında x kvadrat üstə çıxaq x üstə gəl 1. Və iki hal. Bu birinci hal, bu da ikinci hal. İndi bunu hər iki tərəfi kvadrata yüksəlsək, alıram. X üstə gəl 1 bərabərdir 4. X kvadrat çıxaq x üstə gəl 1. Buradan aldım 4x kvadrat çıxaq 4x üstə gəl 4. Çıxaq x çıxaq 1 bərabərdir. 4x kvadrat çıxaq 5x üstə gəl 3 bərabərdir 0-a. Bərabərdir 0-a. 4x kvadrat çıxaq 4x bərabərdir 0-a. Və belə bir kvadrat tənliyi aldıq. Kvadrat tənliyin diskriminantına baxıram. D bərabərdir 25 çıxaq 16 48. Bu da kiçikdir 0-dan. Kiçik 0-dan bu halda x bərabərdir boş çoxluq oldu. Yəni bu halda tənliyin həlli yoxdur. İkinci hala baxırıq. Hər iki tərəfi kvadrata yüksəldirik. Bərabərdir 4-də 1. X kvadrat çıxaq x üstə gəl 1. Buradan alıram. 4x üstə gəl 4 bərabərdir x kvadrat çıxaq x üstə gəl 1. Aldıq. X kvadrat çıxaq 5x və çıxaq 3 bərabərdir 0-a. Kvadrat çevrilmiş kvadrat tənliyi aldım. X1, 2 bərabərdir 2-də 5 üstə gəl çıxaq 25 üstə gəl 12. 4 vuraq 3, 12. Və aldım 5 üstə gəl çıx kök altında 37 bölək 2. Və beləliklə biz verilən tənliyin köklərini tapdıq. X1 bərabərdir 5 üstə gəl kök altda 37 bölək 2. X2 bərabərdir
5 çıxaq kök altında 37 bölək 2. Və gördüyünüz kimi verilən irrasional tənliyin 2 irrasional kök oldu. X1 bərabərdir 5 üstə gəl kök altı 37 bölək 2. X2 bərabərdir 5 çıxaq kök altı 37 bölək 2. Bununla da bugünkü misalımızın şəhrini bitirirəm. Sağ olun, yeni tənliklərin həllindən görüşənə qədər.